platin paketə keçə bilərsiniz. Və yaxud da bir dəfəlik olaraq 720 AZN ödəyərək platin paket əldə edə bilərsiniz. Yəni paketlər istədiyiniz vaxt deməyim odur ki, qalxa bilərsiniz. Daha sonra hər paketə görə korporasiya bizə PV verir. Öncə söyləyim PV nədir? PV şirkətin valyutasıdır. Baxın, şirkət beynəlxalq bir şirkətdir və beynəlxalq olduğu üçün hər ölkənin də öz pul vahidi var, bilirsiniz. Ümumiyyətlə, yəni bir PV'miz $1. Hər ölkənin də öz dollar kursu var. Yəni, hansı ölkədə korporasiya fəaliyyət göstərirsə, həmin ölkədə $1 neçəyədirsə, onunla hesablanır. Bizim bütün qazanclarımız PV ilə hesablanır. Və bizdə də Azərbaycanda da $1 1 manat 70 qəpik olduğu üçün bir PV-miz 1.7 ilə hesablanır. Və korona paketdə şirkət bizə verir 1650 PV, Brilliant paketdə 825 PV, Platin paketdə 275 PV, Qızılda 165, Gümüşdə 110, Bronz paketdə isə 55 PV qazanmış oluruq. Və hər paketin özünün voucheri var. Voucher nədir? Onu izah edeyim. Voucher elektron pul deməkdir. Yəni korporasiya hər paketin bizim balansımıza elektron pul qoyur ki, biz bunu nə zaman istifadə edirik? Alış-veriş zamanı. Mən indi onu izah edəcəm sizə, necə istifadə olunur. Yəni, korona paketdə biz 15.000 voucher əldə edirik, Brilliant paketdə 7.500, Platində 2.500, Qızılda 1.500, Gümüşdə 1000, Bronz paketdə isə 500 voucher qazanırıq. Və onu da deyim ki, əgər sizin bu voucherləriniz nə zaman bitirsə, siz rahatlıqla yenidən korporasiyadan voucher əldə edə bilirsiniz. Yəni 2 manat 50 qəpik ödəyərək siz 1000 voucher daha doğrusu qazanmaq yox, almış olursunuz korporasiyadan. Daha sonra voucherdə onu söyleyeyim ki, voucheri alış-veriş zamanı dedim ki, istifadə edirik. Necə? Burada məhsullar var, voucherli məhsullar, elə məhsullar da var, PV-li məhsullar. Voucherli məhsulların 50% bizim balansımızdan çıxır. Digər vouchersiz məhsullar isə 50% bizə indirim olur, 50% isə biz özümüz ödəyərək həmin məhsulu əldə edirik. Ümumiyyətlə, korporasiya üzv olanda onu da söyleyeyim ki, biz ömür boyu 50% indirim qazanmış oluruq. Mən sizə məhsullar göstərəcəm. Baxın, bu diş pastası voucherli məhsuldur. Voucherli məhsulları nədən bilirik? Baxın, 0,1 PV-dən 0,9. Bura görsənir xanımlar. Görsənir, bəli. Deməli, 0,1 PV-dən 0,9 PV-yə kimi olan məhsullar, voucherli məhsullar olur. Tutaq ki, baxın, bu diş pastası 10 manatdır qiyməti, kataloq qiyməti. Bu bizə 50% indirimi, yəni bunun 50% indirimi bizim balansımızda olan bu voucherdən çıxılır. 5 manatı bizim voucherdən çıxılır. 5 manat AZN isə biz özümüz ödəyərək bu 10 manatlıq məhsulu əldə edirik. Amma digər bir məhsul göstərdim sizə. Baxın, bu vouchersiz məhsuldur. Bu vouchersiz məhsulu da necə bilirik? Bir PV və bir PV üstü məhsullar isə vouchersiz məhsullardır. Tutaq ki, baxın xanımlar, bu məhsul 16 manatdır. 16 manatdır. Bunun deməli 50% indirimi, 50% bizə indirim olur və biz bu məhsulu 8 manata əldə edirik. Yəni biz voucher məhsullar, voucher istifadə edirik. Yəni bilməyənlər üçün aydın olsun. Daha sonra var bizim hər paketə görə binar qazancı.
Deməli, binar qazancı korona paketdə 15%dir, brilliant paketdə 12%, platində 10%, qızılda 7%, gümüş paketdə 6%, bronz paketdə isə 5% biz qazanc götürürük. Bu nəyin 5%-i? Xanımlar, baxın, söylədim ki, biz qeydiyyatdan keçəndə hər qeydiyyat paketinə görə korporasiya bizə PV verir. Yəni, olduğumuz paketə uyğun olaraq, tutaq ki, bronz paketlə qeydiyyatdan keçmişiksə, biz 55 PV-nin 5%-ni qazanc olaraq götürürük. Və yaxud da korona paketdə isə, korona paketin 1650 PV-nin 15%-ni götürmüş olduq. Platin paketlə qeydiyyatdan keçmişiksə, 275 PV-nin 10%-ni qazanc olaraq korporasiya bizə verir. Yəni, qeydiyyatdan keçdiyimiz və keçirdiyimiz insanların PV-lərinin hansı paketdədirsə, bu faizlə qazancını götürmüş oluruq. Və daha sonra xət bonusu var. Bu xət bonusu ümumiyyətlə onu deyim ki, Qrinlik korporasiyasındadır. Digər şirkətlərin heç biri, binar sistemi ilə işləyən digər şirkətlərin heç biri xət bonusu vermir. Yalnız verir referal qazanc və binar qazancı. Amma Qrinlik korporasiyası bizə əlavə olaraq da, yəni bir mükafat kimi bunu başa düşək, bizə əlavə olaraq xət bonusu da verir. İndi mən onu lövhə üzərində izah edəcəm sizə. Və günlük qazanca keçməmişdən öncə sizə sistem haqqında da bir neçə məlumat vermək istəyirəm ki, sistemimiz binar, hibrid və klassika sistemidir. Yəni, iki sistemin kombinə olunmasıdır və 2 qol sistemidir. Siz burada neçə kariyer açırsınız da açın, yəni 2 qol üzərindən açırsınız. Və bizdə binar sistemi olduğu üçün də bizdə var günlük qazanc, aylıq qazanc və kariyerdən sonra qazanacağımız qazanclar. Mən bugün sizə günlük qazanc haqqında danışacağım. Günlük qazancı necə qazanırıq? Bu haqda məlumat verəcəm sizə. Ümumiyyətlə onu söyləyim ki, günlük qazanca aiddir referal qazanc, binar qazancı və xət bonusu. Bu 3 qazanc növü günlük qazancdır. Siz bu qazancı qeydiyyatdan keçdiyiniz gündən qazana bilirsiniz. Yəni, bu günlük qazancı qazanmaq üçün sizə heç bir rütbə açmağa ehtiyac yoxdur və yaxud müəyyən bir faizə gəlim çatım, yəni ona ehtiyac yoxdur. Gəldiniz bugün, qoşuldunuz, əgər bugün dəvətləriniz varsa, yəni biz bu günlük qazancı dəvətlərimizdən qazanırıq. Tək öz dəvətimizdən yox, özümüzün və komandamızın dəvətlərindən qazanırıq. O haqda sizə məlumat verəcəm indi lövhə üzərində. Yəni, günlük qazanc, yenə də söyləyirəm, bizə gəlir dəvət etdiyimiz insanlardan. Öncə sizə, xanımlar, 170 azenlik bronz paketi, yəni 55 PV-lik paketin günlük qazancını izah edəcəm. Daha sonra sizə platin paketin qazancını izah edəcəm ki, yəni müqayisəsini görə biləsiniz. Baxın, tutaq ki, bu mənəm 55 PV ilə qeydiyyatdan keçmişəm, yəni bronz paketlə qeydiyyatdan keçmişəm və söylədim ki, burada ikili qol sistemidir. Ümumiyyətlə, sizə çox insan, çox kütlə dəvət etməyə ehtiyac yoxdur. Yəni, düşünün ki, gəldiyiniz gündən özünüz də gəldiniz, 2 nəfərinizi dəvət edirsiniz və eyni bu sistemlə gətirdiyiniz insanlar da 2 nəfərini dəvət edir və sizə 2 aktiv xanım lazımdır. Xanım, bəy fərq etməz. Yəni, 2 aktiv insan lazımdır ki, siz gəldiniz, birini sağınıza, birini solunuza yazdırasınız. Əgər dəvətləriniz də özünüz kimi bronz paketlə qeydiyyatdan keçibsə, burada nə qazanacaqsınız? Öncə onu deyim ki, xanımlar, burada onu söyləməyi unuttum. Yəni, bizim bronz paket, gümüş və qızıl paketlər müştəri paketi hesab olunur. Platin, brilliant və korona paket isə biznes paket hesab olunur. Və onu söyləyim ki, günlük qazanca aid olan referal qazanc müştəri paketlərində yoxdur. Yalnız biznes paketlərdə var. Yəni, platin, brilliant və korona paketdə var referal qazanc. Və biz 55 PV ilə qeydiyyatdan keçdiyimizə görə bizə referal qazanc verilmir bu 55 PV-də.
Biz yalnız buradan götürürük binar qazancı və xətt bonusu. Deməli, binar qazancı şirkət bizə verir 5 manat, yuvarlaq olaraq mən götürəcəm. 5 AZN və burada xətt yarandığı üçün 25 AZN də bizə xətt qazancı verir. Yəni toplam biz 30 manat ki dəvətimiz varsa, buradan dərhal qazanc götürə bilirik. 30 AZN. 2 nəfərimizi gətirdik, yazdırdıq xanımlar. Artıq bizim komanda qurulmağa başlayır. Xanımlar, nə görünməsə və yaxud səs kəsilsə, mənə bildirin. Çünki mən danışıram, bilmirəm. Sizə necə çatdır məlumat. Və 2 nəfərimizi gətirdik, qeydiyyatdan keçirdik və sistem başlayır komandamız qurulmağa. Artıq bizim binarımız yarandığı üçün korporasiya görür ki, bizim 2 qolumuz qurulur. Və bu xanım gətirib bir nəfər bura dəvət edirsə, baxın, bir xanım bu X1 getdi, qeydiyyat elədi, bir xanım da bu gətirdi, qeydiyyat elədi. Və bunlar da 55 TV ilə qeydiyyatdan keçdi. Deməli, bu zaman siz nə qazanırsınız, xanımlar? Mən bayaq söylədim ki, günlük qazancı biz öz dəvətlərimizdən və komandamızın dəvətlərindən qazanmış oluruq. Bu 2 nəfəri biz gətirdik, 30 AZN-imizi götürdük. Və yenə bu 2 nəfər gəldi, qeydiyyat oldu. Biri bizim sağımıza düşdü, biri solumuza düşdü. Dərhal burada yenə xətt yaranır və biz buradan həm binar qazancı, həm də bərabərləşmə götürürük. Bu da yenə eləyir 30 AZN. Baxmayaraq ki, bu 2 nəfəri biz dəvət etmədik. Bizim dəvət etdiyimiz insanlar dəvət etdi. Və buradan korporasiya görür ki, bu bizim binarımızdır, komandamızdır. Yəni buna səbəb biz olmuşuq. Bu qeydiyyatların getməsi üçün biz buradan 30 AZN bizə verir. Və bu xanım yenə bir nəfər də gətirib, özü bura yazdıranda, birini də gətirib bura yazdıranda, baxın, bu xanım da götürəcək 30 AZN-i. Bu xanım da götürəcək 30 AZN. Yəni burada heç kim, heç nə itirmir. Və eyni minvalla yenə bax, bu xanım da gətirib 2 nəfər yazdıranda, baxın, sizə sistemi izah edim ki, yəni sistem bu cür yaranır. Baxın, bu cür xətt yarandıqca hər dəfə bərabərləşmə yaranır burada. Hər kəs aşağıdan yuxarı öz pulunu götürür. Baxın, 30 AZN. Bu xanımların hər biri aşağıdan yuxarı götürür qazancını. Bu xanımlar da götürür, bu xanımlar da götürür, yuxarıda siz də götürürsünüz. Yəni burada heç kim, heç nə itirmir. Və siz hər xəttinizdə bir dəfə bərabərləşmə götürürsünüz. Qalan digər xəttinizdən isə binar qazancı götürürsünüz. Ancaq binar qazancı. Binar qazancı da gələndə 4 manat 50 qəpik bizə binar qazancı gəlir. Yəni bir dəfə 30 AZN götürürük. Tutaq ki, bu bizim ikinci xəttimizdir. 4 nəfər qeydiyyatdan keçir. Bir dənə bərabərləşmə götürürük. Bir xəttdən də 4 manat 50 qəpik binar qazancı götürürük. Və yadınızda qalsın, binar qazancı bizə zəif tərəfimizdən gəlir. Zəif tərəf deyərkən, yəni xətt olaraq hansı sağımızmı, solumuzmu, yəni bu fərqli olur. Yəni hər kəsdə sağda olacaq deyə bir şey yoxdur və yaxud solda olacaq deyə bir şey yoxdur. Hansı tərəfimiz xətt olaraq zəifdirsə, yəni azdırsa, həmin tərəfdən biz qazanc götürürük ümumiyyətlə. Binar qazancı və bərabərləşmə də olanda yenə bərabərləşmə götürülür. Bu bizim bronz paketlə qeydiyyatdan keçəndə qazanacağımızdır və sistem yenə də söyləyirəm, bu cür qurulur. Bu haqda kimin sualı var, kimə aydın deyil? Aydın oldu xanımlar, bu izah elədiyim, yəni 170 AZN-lik bronz paket, yəni 55 PV-nə qeydiyyatdan keçəndə qazancımız və yaxud da sistem. Səs gəlmədiyi üçün yəqin ki, aydın olubdur.
İndi ben bunlarım. Xanımlar, ən yaxşısı budur ki, hər biriniz mütləq bunları cədvəl olaraq çəkin, bir dəfəlik qeyd eləyin, dəftəriniz olsun, qeyd dəftəriniz. Mütləq mən öz təcrübəmdən sizə deyirəm, mənim özüm də ilk başda tutmadım cədvəl ki, dinləyirəm, bilirəm, yadımda qalacaq. Amma inanın ki, adam unutur. Onu unutmamağınız üçün çalışın, bir qeyd dəftəriniz olsun, bu formada cədvəli yazın. Daha sonra sxem şəklində təlimlərdə başa salırıq. Sxemi çəkin, bir dəfəlik qazancı orada qeyd edin ki, məlumat verəndə də unudanda dəftərinizdə baxın, öyrənin və zamanla onsuz da siz heç dəftərə baxmağa ehtiyac olmayacaq, öyrənmiş olacaqsınız. Amma ilk başlarda mütləq ki, qeyd edin. Qeyd etməsəniz, yəni tam olaraq çətin öyrənəcəksiniz. İndi isə sizə Platin paketin günlük qazancını izah edəcəm. Platin paketdə nə qədər qazanc götürürük? Baxın, bu mənim 275 PV ilə qeydiyyatdan keçmişəm və 2 nəfər dəvət edirəm. Baxın. $275 PV. Və gəlin görəyin, burada qazancımız nə olacaqdır? Biz 275 PV-lik Platin paketlə qeydiyyatdan keçdiyimizə görə artıq korporasiya bizə həm referal qazanc verir, 5%. Platin paketdə, ümumiyyətlə hər paketdə 5% verir. 275 PV-nin 5%-ni bizə referal qazanc verir. Və 275 PV-nin 5%-ni dollara çevirib və dollardan da manata çevirəndə eləyir bir nəfərin referal qazancı 22 AZ. 22 AZ bir dəvətimizə görə qazanırıq, 22 AZ-ni də bu dəvətimizə görə qazanırıq. Toplam 44 AZ-yi biz şəxsi dəvətimizdən qazanc götürmüş olduq. Və daha sonra burada bizim nə yaranıbdır? Baxın, 2 qolumuz qurulanda, yəni binarımız yaranır. Baxın, bunlar bizim binarımızdır, yadınızda qalsın. Binarımız yarandığı üçün korporasiya bizə, burada görsənir, binar qazancı olaraq 142 manat binar qazancı verir. Daha doğrusu 44 manat. Bağışlayın, qarışdırdım. Deməli, 275 PV-nin biz 10%-ni götürürük binar qazancı. 10%-i də binar qazancını yenə dollara çevirib AZ-nə çevirəndə eləyir 44 AZ. Və burada şirkət bizə 44 AZ-də binar qazancı verir. Bu da eləyir 88 manat. Və bundan əlavə burada nə yarandı? Bir bərabərləşmə yarandı. Yəni xətt yarandı. Xətt, baxın, nə vaxt birləşirsə, bir sağ, bir sol. Artıq burada bərabərləşmə gedir. Kəsişir. Bərabərləşmə olduğu üçün şirkət bizə xətt bonusu verir 142 AZ. Toplam 230 AZ-yi biz Platin paketlə qeydiyyatdan keçib 2 nəfər dəvət ediriksə, 230 AZ-yin buradan biz qazanc götürmüş oluruq. Amma digər bronz paketdə isə biz götürmüşdük 30 AZ-yi. Yəni fərqini görürsünüz də xanımlar. Biznes qurmaq istəyənlər zaten Platin paketlə qeydiyyatdan keçirlər və yaxud da müəyyən müddətdən sonra paketlərini özləri qaldırırlar. Çünki bu paketlə işləyəndə həm sürətli inkişaf olur, həm də qazanc artıq olur. Və yaxud da bir nəfər tutaq ki, bu xanım gətirdi, qeydiyyat elədi burada. Bir nəfər də bu xanım gətirdi, qeydiyyat elədi. Burada görəyən biz nə qazanacağıq? Çünki bunu biz gətirməmişik. İkisini də komandamızda olan xanımlar gətirib. Burada bizimki referal qazanc var idi ki, 22 AZ.
Artıq korporasiya bu 22 AZN-i bizə verir. Və bu xanım dəvət etdiyi üçün bu 22 manatı bu xanıma verdi. Bu xanım da yenə buradakı 22 AZN-i də bu xanıma verdi. Çünki bu bizim şəxsi dəvətimiz deyil. Şəxsi dəvət kimindirsə, həmişə referal qazancı həmin insan götürür. Sponsor olaraq kimin adından qeydiyyatdan keçibsə, referal qazanc həmin şəxsə verir. Və biz burada qazanırıq bir binar qazancı 44 manat, belə bəli, binar qazancı 44 manat və bir də xətt yarandığı üçün 142 manat. Toplam eləyir bu da 186 manat. Baxın, biz özümüz heç dəvət etmədik. Komandamızda olan xanımlar dəvət etdi və korporasiya bizə 186 manat buradan qazanc vermiş oldu. Yəni sistem çox gözəldir. Bayaq söylədim ki, çox güclü bir korporasiyadayıq. Ona görə də çalışalım bu qazanc planını gözəl öyrənəyim ki, təqdim eləyə biləyim dəvətlərimizə. Və yaxud da xanımlar, tutaq ki, baxın, bu mənəm yenə qeydiyyatdan keçmişəm. Bir nəfər gətirdim bura, qeydiyyat elədim. Və bu bir nəfər isə yuxarıdan fərqi yoxdur. Sponsorumuzdan da ola bilər, sponsorumuzun sponsorundan da ola bilər. Yəni bir nəfərdə, bu bir nəfəri də sponsorumuz gətirdi, qeydiyyat elədi burada. Amma bir nəfər biz dəvət etmişik. Yenə də korporasiya bizə buradan qazanc verir. Baxın, bir verir bizə burada, bir şəxsi dəvətimiz olduğu üçün 22 AZN, bu 22 AZN isə bu dəvət edən sponsor götürür. Və buradan alırıq biz 44 manat binar qazancı, eyni zamanda da xətt kəsişdiyi üçün buradan biz xətt bonusu götürürük 142 AZN. Deməli 22 AZN, plus 44, plus 142. Baxın, 208 AZN biz buradan pul qazanırıq. Bircə nəfər dəvət etməklə. Yəni 208 AZN-i qazanmış oluruq. Burada nəyi demək istəyirəm sizə xanımlar? Baxın, biz bərabərləşməni nə zaman götürürük? Görünür də burayı ilə. Bəli, bəli, görünür. Aha, çox gözəl. Bəzən görürsən, baxın, bu xətt gedir irəli, elə uzanır xəttimiz. Bu xəttimiz qısa qolumuzdur da, bu xətt. Burada gəlir qeydiyyat olur, çox xanımlarımız deyir ki, biz niyə bərabərləşmə götürmədik buradan? Təranə xanım, indi yan tərəf görsənmir. Hə, bir balaca sürüşdürün, bir balaca. Aha. Çox sağ olun. Kanı silin ki, tam olsun, görə biləsiniz. Baxın xanımlar, bəzən olur, yenə də deyirəm, bizim bir xəttimiz, bax, bu cür inkişaf edir. Yəni, qeydiyyatlar gedir, xətt olaraq düşür aşağı. Fərqi yoxdur, sağımız olsun, solumuz olsun. Biz buradan nəyə görə bərabərləşmə götürmürük? Çox adam deyir ki, qeydiyyat oldu komandada, niyə mən bərabərləşmə götürmədim? Bərabərləşmə götürmək üçün mütləq bizim, baxın, burada da qeydiyyatımız olmalıdır. Baxın, bu kəsişməlidir. Kəsişdir, biz buradan bərabərləşmə götürürük. Kəsişməksə, biz buradan yalnız binar qazancı götürə bilirik. Bu zəif tərəfimizdə qeydiyyatlar gedəndə biz binar qazancı götürürük. Amma güclü tərəfimizdə gedirsə, nə buradan bizə binar gəlmir, nə xətt gəlmir. Həmişə qazanc bizə aşağı qısa qolumuzdan gəlir da, belə deyim, qısa qolumuzdan. Və hər dəfə bura qeydiyyat düşəndə, baxın, bu xətt gedir üz aşağı, qeydiyyatlar var. Və bu xəttinizə qeydiyyat düşdükcə yenə deyirəm, burada bərabərləşmir, siz buradan bərabərləşmə götürürsünüz. Və buradan bərabərləşmə götürdünüz. Yenə də baxın, burada bu qeydiyyatlar tutaq ki, 275 ilə gedir də hamısı. Bunu izah edirəm sizə. Və burada yenə bir qeydiyyat da olursa, biz buradan bir bərabərləşmə götürdük. Və burada qeydiyyat oldusa 275 bilinə sağımızda və solumuzda. Biz buradan götürürük 44 manat binar qazancı. Binar qazancı.
bərabərləşməni bir dəfə götürürük. Yenə də söyləyim, bu xəttdə uzun xəttimizdə nə qədər qeydiyyat getsə də, əgər qısa xəttimizdə qeydiyyatlar getmirsə, biz qazanc götürə bilmirik. Nə binar götürmürük, nə xətt götürmürük. Çalışmalıyıq ki, iki xəttimiz də eyni inkişaf eləsin ki, biz hər iki xəttimizdə inkişaf getdikcə, bərabərləşmə olduqca həm bərabərləşmə götürək, həm də qollarımızın qolları, binarları yarandıqca oradan binar qazancı götürə bilək. Aydın oldu sizə bu xətt qazancı? Kiminlə sualı var xanımlar? Baxın, bu izah elədiyim haqda. Buyurun, suallarınızı verin, əgər aydın olmaqsa. Tərən xanım, çox üzr istəyirəm, möhtəşəmsiniz, maşallah olsun. Amma bir əlavəm var. Deməli, bizim gedən xəttimizdə əgər, deməli, hansı xəttdə, deyək ki, 26-cı və yaxud da 25-ci və yaxud da 18-ci xəttdə biz eşləşməni götürməmişiksə, gedən xəttimiz olsa da biz xətt eşləşməsini götürürük, yəni xətt qazancını götürürük, binarı götürmürük. Bunu mütləq hər dəfə təlimlərdə izah edeyim ki, gedən əyağınızda əgər o 30-cu xəttdə dediyim və yaxud da 25-ci xəttdə və yaxud da 18-ci xəttdə və yaxud da 5-ci xəttdə adam düşərsə, xətt bonusunu götürməmisinizsə, o zaman xətt qazancını götürürsünüz. Baxmayaraq gedən əyağınız. Sevda xanım bir söz deyib. Qısa tərəfimizdən yox, uzun tərəfimizdən binar qazancı götürürük. Binar yox, xətt bonusunu götürürük, xətt qazancını. Bilirəm də, bərabərləşmə olarsa xətt bonusu götürürük. Bərabərləşmə olmursa biz onda xətt bonusunu necə götürürük ki? Bəs onu deyirəm də, ola bilər ki, uzun əyağınızda... Yəni ki, bizim elə ki, dəvətlərimizin qeydiyyatları olarsa, bu tərəfdən uzanarsa, oradan götürürük də, o xəttdən bu xəttə düşürsə, paralelləşirsə götürürük. Bir dəqiqə, mən belə başa düşdüm. Məsələn, sağımızda qeydiyyatlar gedir, uzanır. Məsələn, sağımızda olan qeydiyyatların bərabərləşməsini götürürük. Yəni, solumuzda olmasa belə. Düz başa düşdüm? Yox, amma elə şey yoxdur. Mən özüm... Bərabərləşməsə necə götürmək olar xanımlar? O xətt bonusu. Bərabərləşmə bizim Sevda xanım sağla sol deyil. Sevda xanım elə dedi ki, mən elə başa düşdüm ki, məsələn, bir tərəfimizdə qeydiyyat getməsə də sağımızda olan iç qollarımızda olan bərabərləşməni götürürük. Baxın, izah edeyim. Baxın, bir də izah edeyim. Sevda xanım. Bir də izah edeyim. Özümüz başa düşdüyüm tərzdə. Siz də baxın. Tərən xanım, bir dənə özümdən izah edeyim. Baxın, xanımlar, mənim solum gedən əyağımdır. Orada deyək ki, 30-cu xəttimdə, artıq axırıncı qeydiyyat 30-cu xəttimdir. Sizdə də deyək ki, sizdə də 30-cu xətdir. Mən onu götürdüm və sizdə gəlir 31-ci xəttdə, deyək ki, siz tərəfdən, yəni sağ tərəfdən 31-ci xəttimə bir adam düşür. Amma gedən ayağıma sola adam yoxdur. Ora bir dənə adam düşsə, mən xətt bonusunu götürürəm. Baxmayaraq ki, mənim gedən ayağımdır. Təkcə xətt bonusunu. Bilirəm da, Sevda xanım, mən bilirəm siz nəyə deyirsiniz. Yəni, gedən ayağımızda binar xəttlər genişlənir axı. O xəttdə qeydiyyat düşərsə biz götürürük. Onu demək istəyirsiniz da. Bəli. Gedən ayağımız olmasına baxmayaraq, əgər xəttimiz bərabərləşirsə götürürük. Mən tam onu başa düşmədim. Yəni, bax, mən belə öz başa düşdüyüm tərzdə deyim. Mənim solumda belə deyim, gedən ayağım Rəyana xanımdır. Sağımda da məsəl üçün Mətanətdir. Rəyana xanım getdi. Solumda gedir də. Bu tərəfdən də Mətanət tərəfdən gedən ayağım onun iç tərəfindən gedirsə, yenə bərabərləşmə götürülür də. Bu şəkildə olur, mənim bildiyim qədərilə. Düzdür? Amalia, o düzdür. Amma baxın, bir dənə də bir şey deyim. Deyək, sənin Mətanət xanım tərəfdən 10-cu xəttinə bir adam düşüb. Amma gedən ayağında. Çünki gedən ayağında ola bilər ki, 275 ilə qoşulan çoxdur da, piri çoxdur. Ona görə o sənin gedən ayağın sayılır da. Balans tərəfində zəif tərəfin sayılır. Deyək ki, sənin 10-cu xəttinə
bir dənə Mətanət xanımdan bir dənə qeydiyyat düşüb. Siz necə deyirsiniz? İç qolunun, iç qoluna bir dənə qeydiyyat düşüb. Amma Rəna xanım tərəfdən 9-cu xəttdə, 10-cu xəttdə hələ adam düşməyib. 10-cu xəttdə adam düşərsə, baxmayaraq ki, gedən ayağında, sən xətt bonusunu götürürsən. Yəni mən onu belə başa düşürəm ki, fərqi yoxdur. Dərinlikdə belə deyim, iç qollarda da olan qeydiyyatları varsa, o xətt bərabərləşməsini zaten götürülür. Yox, hər xəttdən bir dəfə bərabərləşmə götürülür, Amaliya. Yox, bilirəm, hər xəttdən yox, hər xəttdən söhbət getmir. O hər xəttdən Baxın, bir dəqiqə buranı görürsünüz, lövhədə yazmışam xəttdə olaraq. Baxın, bizim Seda xanım, birinci xəttimizdə 2 nəfər var. 2 sağ, 2 sol. Elə bu tutaq ki, sağdır, bu da soldur. Baxın, biri bu bizim birinci xəttimiz. 1. Bu bizim ikinci xəttimizdir. 4 sağımızda var, 4 solumuzda. Bu bizim 3-cü xəttimizdir. 16, 16. Bu da tutaq ki, 4-cü xəttimizdir. Elə 32, 32. Belə artır da. Hər dəfə belə bir, hər 2 nəfər dəvət edəndə bu cür yaranır da. Bəli, hər xətt 2-yə Şimdi deyirsiniz ki, tutaq ki, bu 32 sağdadır, 32 soldadır. Elə burada bu 32-ci xəttdə tutaq ki, heç kim yoxdursa, burada var 32 nəfər, bu tərəfdə yoxdur. Burada fərqi yoxdur da, yəni bu 32 elə bil ki, belə gedir da, tutaq ki, elə. Bunun burada yox, burada gəlib düşsə də biz götürürük. Onu izah eləmək istəyirsiniz siz? Yox, Tərana xanım, yox. O adı yox, orada ancaq bilər gəlir, xətt gəlmir. Yox, onu mənim izah elədiyim, baxın nədir? Mən izah eləyim. Onu siz zəhmət olmasa belə video çəkib atarsınız, biz onu Ataram. Baxın, bunu siz bilmirdiniz. Bax, bunu çox adam bilmirdi. Bunu baxın, mən nəyə görə deyirəm? Mən çox şeyi, mənə pullar oturduqca, xəttlərim açıldıqca, xəttlər eşləşdikcə, mən o pulların hamısını bir-bir analiz edirəm. Baxın, yenə də izah edirəm. Mənim bir tərəfimdə, deyək ki, 29, 28 xətt var. Sol tərəfimdə. Sağ tərəfimdə isə, siz tərəfimdə, deyək ki, 31 xəttdir. 31 xəttdə qeydiyyat düşür. Amma sol tərəfimə, deyək ki, sol tərəfə, yəni gedən tərəfimə, orada pivi çoxdur. Niyə çoxdur? Orada insanların əksəriyyəti 275 pividir deyə. Orada pivi çoxdur, o mənim gedən ayağım sayılır. Amma nəfərlərin sayı azdır. O nəfərlərin sayı gəlib bir-bir mənim 31-ci xəttimə düşənə qədər mən eşləşməni götürəcəm. Baxmayaraq ki, gedən ayağımdır. Başa düşürəm, Sevda xanım, mən elə bayaq onu izah edirdim da. Yəni biz PV-yə görə hesablamırıq da. Biz xətt olaraq, əgər xətt olaraq aşağı sarı hesablanır, PV olaraq yox. Mətanətin sağlığı gedən ayağı sayılır. Çünki onun sağında insanlar keçib 275 PV ilə. Amma solunda, sponsor qolunda insan sayı çox olsa da 55 ilə keçir. Yəni siz bunu izah eləməyi istəyirsiniz. Bəli, Amaliya, indi o mətanətin gedən tərəfinə adam düşdükcə, o birisi sonra bərabərləşmək görür. Oyun deyim, baxın, Sevda xanım bunu demək istəyir. Bax, tutaq ki, bu mənim, elə 275-lə keçmişəm. Mənim bu tərəfimdə qeydiyyat keçib 55-lə, bu tərəfimdə keçib 275-lə. Burada mən 55-lə bərabərləşməni götürürəm. 55-lə götürəcəm. Və burada 55 çıxanda yerdə nə qalır? 275. Yəni Sevda xanım, bu xəttdə tutaq ki, burada gəlib yenə bir 275 düşərsə, buradan mən götürürəm də onu başa salmaq istəyirsiniz. O qalanı. Tərən xanım, bir dənə video çəkəcəm, mən onu izah eləyəcəm video şəklində. Onda tam hamıya aydın olacaq. Bəli, gedən tərəfimiz olmasına baxmayaraq... Mən heç gedən tərəfimdə o qədər gəlir, gəlmədiyi üçün. Yəni ki, PV çox ola bilər. Məsələn, sizin PV çox ola bilər. Adam sayı azdır, amma PV çoxdur. Sizin, məsələn, gedən ayağınızda bir nəfər gəldi, qeydiyyatdan keçdi, yüksək PV olsa belə.
Sizin o zaman solunuzda gedən tərəflə bərabərləşir, siz bərabərləşməni götürürsünüz. Bax, bunu deyirəm də, Amaliya, bax. Oy deyim. Tutaq ki, bax, bu mənim sağımdır. Bu solumdur. Hə, Sevda xanım, baxın. Burada 3 qeydiyyat burada olub, 3 nəfər burada var, 3 nəfər də burada var. Bunun toplamı eləyir, nə qədər? 165 PV, eləmi? 165 PV. Bunun toplamı eləyir. Nə qədər eləyir burada? 500, 775. Hə, 775. 775 PV. Yəni ki, bizim bakın burada artıqdır, burada say azdır. Yəni bu irəli getsə də 55 ilə uzanıb gedir. Bu qalıb yuxarıda. PV olaraq çox olsa da burada qeydiyyat düşərsə o zaman mən qazanc götürürəm. Də Sevda xanım, bunu izah edirsiniz da. Bəli. Bilirəm də, mən onu deyirəm. PV olaraq demədim ki, mən xətt olaraq deyirəm ki, xəttlər kəsişdikcə biz qazanc götürürük. PV-yə görə nəyi demək istəyirəm, Sevda xanım? Xanımlara da aydın olsun. PV-yə görə, yəni bu nə qədər qazanc götürürük, onu başa salıram ki, tutaq ki, 55 biri var, 55 PV ilə qeydiyyatdan keçib 5%-ni götürürük, 55-in 5%-ni. 275 ilə keçəndə 10%-ni götürürük. Tərən xanım, bilirsiniz mən Tərən xanım, üzr istəyirəm, bilirsiniz mən niyə müdaxilə elədim? Siz dediniz ki, gedən ayağınızdan qazanc götürmürsünüz. Mən ona görə dedim ki, binarı götürmür, amma... Gedən ayaq deyərkən mən xətt olaraq dedim, Sevda xanım. Xətt olaraq deyirəm, əgər uzanırsa, xətt olaraq biz oradan qazanc götürmürük. Elədir də mənim sol tərəfim bu dəqiqə xətt olaraq aşağıdadır, sağ tərəfim yuxarıdadır. Mən qazancı sağıma görə götürürəm və sağım qısadır axı. Solumda var 300-ə yaxın adam, sağımda var az adam. Yəni ona görə deyirəm ki, xətt nə qədər, indi orada nə qədər qeydiyyat gedirsə, mənə nə orada binar gəlmir. Yəni mənə nə binar gəlmir oradan, nə xətt qazancı gəlmir. Yəni mən sağıma qeydiyyat